Xoş gördük əziz dinləyicilər. Bu günləri dünyada və bizim coğrafiyada çox vacib hadisələr baş verir. Bu vacib hadisələrdən biri bilirsiniz ki, həm Amerika prezidentinin Çinə səfər etməsi və bu formatda verilən açıqlamalar çox vacib idi. Və ən vacib olan açıqlamalardan biri ondan ibarətdir ki, orada tam surətdə Amerikadan razılaşır ki, bildirir ki, biz iki super gücük. Düzdür, birinci yerdə Amerika olsa da, ikinci yerdə Çinin super güc olduğunu bildirir və bu açıqlama da əslində həm Çin içində, həm də Amerika içində sərfəlidir. Yəni görünən o ki, dünya iki nüfuz dairəsinə müəyyən mənada bölüşməyə hamilədir. Amma bununla yanaşı, həm də biz türk dilli dövlətlərin bu görüşlər əsnasında baş verən, o Türkistanda baş verən görüşüdür ki, bu görüş də çox şeydən xəbər verir əlbəttə. Bilirsiniz, indi də bu günlərdə Çində Rusiya prezidenti səfərdədir. Amma Rusiya prezidentinin səfəri heç bir şeyi həll etmir. Çünki bugün artıq nə Çin, nə də Amerika üçüncü güclə nəyisə bölüşmək istəmir. Və nəzərə almaq lazımdır ki, bu günləri həqiqətən də Rusiya üçüncü güc olmaq gücünə malik deyil. Amma məhz Türkistan ölkələrinin də birlikdə hərəkət etməsi, bu da çox mətləblərdən xəbər verir. Əlbəttə, kimlərsə sual verə bilər ki, axı Türkistanın nə gücü var? Əlbəttə, bugün Türkistanın bir gücü yoxdur. Əlbəttə, könül istərdi ki, Türkistanı demokratiya idarə etsin. Könül istərdi ki, Türkistan hüquqi bir sferaya malik olsun ki, inkişafı da güclü surətdə hərəkət etsin. Amma bu gücü olmasa da böyük potensialı var və bu potensialla bərabər həm də bir birlik yaranır. Bu da bir təhlükəsizlik etibarilə bir gücə çevrilir və burada olan, təkcə Qazaxstanda olan 47 trilyon dollarlıq qiymətləndirmə də bütün Orta Asiyanı, yəni Türkistanı hər kəs üçün bir kilit rola çevirir. Bu kilit rollardan əlbəttə birini də biz bu günləri həm Ərdoğanın iki tarixi qərarını da qiymətləndirməliyik. Bu iki tarixi qərar nədir? Bu iki tarixi qərar ondan ibarətdir ki, məhz Ərdoğan Türkistana səfəri əsnasında oranı öz tarix kitablarında da, bütün Türkiyə mediasında da bu formatda qiymətləndirdi ki, bundan sonra Orta Asiya kəlməsi yoxdur, bundan sonra Türkistan var. Bu əslində bir strategiyadır və bu strategiyada bizə bir mesaj verir, bütün dünyaya mesaj verir ki, bura artıq mənim üçün bir Türkistandır və biz türk dilli dövlətlər birliyini öz tariximizə qaydırır. İkinci isə Ərdoğanın qəbul etdiyi ən vacib tarixi hadisələrdən biri ondan ibarət ki, bizim Egey dənizi barəsindəki məhz adalar dənizi ifadəsidir. Bunlar da artıq Türkiyədə tarix dərsliklərinə salınır və bu formatda necə deyirlər, ifadə ediləcək. Kimlərsə bu barədə da sual verər ki, bu nəyi özündə ehtiva edir? Bugün Egey dənizi Yunanlara məxsus olan bir mifoloji addan götürüb, amma Adalar dənizi isə ilk dəfə Osmanlının bu dənizi adlandırmasıdır. Bu da bir strateji çıxartmadır. Ərdoğan burada da bir mesaj verir dünyaya və bildirir ki, biz heç də bugün Yunanistanla istər İsrailin olsun, digərlərinin ittifaqları olsun, biz buna keçməyəcəyik. Bizim Egey, yəni Adalar dənizinə iddiamız var. O adaları kimsə Yunanistana yedirdən deyil. Biz burada bir gücük və biz bundan sonra o adalar barəsində ciddi yanaşacağıq. Bax, bunlar da çox önəmli hadisələrdir. Niyə görə önəmli hadisələr? Bugün Amerika müəyyən mənada İrandadır. İranda vuruşur və Amerikanda müttəfiqə ehtiyac var. İkinci güc olan Avropa Ukraynada vuruşur. Bu da çox önəmlidir. Rusiya bugün palçığa batıb, bu da çox önəmlidir. Amma bunlarla bərabər həm də Çinin də başı qarışıqdır axı. Çinin də başı həm Çində, həm İranda, həm də Rusiyada qarışıqdır. O da orada müəyyən mənada qazancı olmaqla bərabər həm də riskləri var. Bundan istifadə edən Ərdoğan da əslində bütün dünyaya bu iki yerdəki yerləşirik, həm bir tərəfində Çin var, həm bir tərəfində Avropa var. Bunlara da bildirmək istəyir ki, Türkistan Türkiyə ilə birlikdə böyük bir gücdür və həlledici gücdür. Bu həlledici güc hansı tərəfdə olacaqsa, bu çox önəmlidir. Əlbəttə ki, burada Türkiyənin mesajı həm Amerikada, həm də əsasən Avropayadır. Niyə görə Avropaya? Məsələn, Yunanistan məsələsində də öz fikrini bildirməsi bu Avropa üçün bir təzyiqdir. Bildirir ki, siz Yunanistanı heç vaxt biz bu adalar məsələsini həzm etməyəcəyik. Biz burada ciddiyik. Türkistan məsələsində də bütün dünyaya, Amerikaya da
Çinə də bildirir ki, biz də burada varıq. Çünki bu günləri Türkiyənin ən yaxın müttəfiqi Avropada demək olar ki, İngiltərədir. Bu İngiltərə planıdır. İngiltərə də bu sərf edir, Böyük Britaniya da sərf edir ki, bu gün Türkiyənin maraqları qorunsun, Türkistanın maraqları qorunsun və heç kəs Avropanı kənarda qoymasın və bu Avropa üçün bir təzyiqdir əlbəttə Türkiyə üçün və yenə də deyirəm, Türkiyə özünü bir qiymətli bir varlıq kimi göstərməyə çalışır ki, məni kənarda qoymayın, məndən yaxşı mənada istifadə edin, mən böyük artıq bir gücəm, Yunanistan məsələsini də heç də göz ardına vurmayacam və bunun cavabı gəldi. Bunun cavabı da ondan ibarət ki, biz bu günləri artıq Almaniyada keçirilən görüşdə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla da bildirildi. Ona da belə bir mesaj verildi ki, Türkiyə ilə Avropa yeni bir müstəvidə görüşlərə başlayır. Avropanın təhlükəsizlik məsələsində Türkiyə ilə yaxından artıq əlaqəyə başlayırlar. Belçika ilə də artıq yaxın əlaqələr başlayır. Yəni Türkiyənin Avropa Birliyinə qatılması, Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasında önəmli bir yerə malik olmasını artıq biz bunun mesajlarını eşidirik, bunun mesajlarını duyuruq. Yəni bu mesajı artıq Türkiyəyə verdilər. Bu mənada bizim coğrafiyanı qiymətləndirmək çox vacib idi. Yəni Türkistan məsələsi kilit məsələdir. Türkiyə normal bir siyasət yürüdərsə, əlbəttə digər o ərəb siyasətini kənara keçib Türkistan faktoru ilə və özünün faktoru ilə istifadə edərsə, mən düşünürəm ki, bu Avropa üçün çox gərəlidir, Türkiyə üçün də çox gərəlidir. Bu mənada artıq biz Amerika ilə Çinə, bütün dünyanın Amerika və Çin nüfuzuna bölündüyü bir vaxtda bizim üçün hara sərfəlidir? Əlbəttə ki, bizim üçün köhnə müttəfiqimiz olan İngiltərə və ya da Avropanın yanında olmaq çox önəmlidir ki, bunun da mesajlarını almış oluruq. Təşəkkür edirəm diqqətinizə görə.